Yəni zəkatı dedik. Aydın oldu da tu'tiyə niyə buradakı cümlə səhv istifadə olunub. Yəni irab olunub. Tu'tiyə atf olunub özündən əvvəlkinə. Yəni baxaq, hədisə baxın bura. Və tu'tiyə. Çünki burada nə gəlib? Əl-İslam ən təşhədə. Ən təşhədə. Sonra və tuqimə, və tu'tiyə. Hamısı ən məstəriyəyə nədir? Atf olunub. Yəni bu məftufa görə biz bunu tu'tiyəni necə irab elədik? Dedik ki, bu mənsubdur, aləmət, yəni dedik ki, feildir, mudaridir, mənsubun bi fəthə zahirə. Da müqəddərə yox. Çünki tu'tiyə zahirə da mənə min zuhurihə bunu istifadə eləmirik. Çünki bunlar hamısı xətadır. Və salam. Yəni bura kimi belə gedirik. Ki, feil mudari mənsubun aləmətü nasbihi el-fethatu el-zahirə. Vəl-fail damir mustatir vücuben təqdiruhu əntə. Buralar nədir? Düzdür inşallah. Yaxşı, harada qaldıq? Və təsum Ramadan və təsumə Ramadana və təhuccə. Bunlar hamısı yəni nasblar. Tuğra və iqrab tuqimə salət və tu'tiyə zəkəti kimi bir bu irab olunur. Sonra in isteta'de ileyhi səbilə. İn hərfu şart cazimin isteta'de fiilun madin məbniun alə sukun ittisalihi bi ta'il fail. Yəni bu birləşdirmə görə sukun üzərində olub. İsteta'a olmadı. Və ta damir muttasil məbniun aləl fəthi fi məhəllə raf'in fa'ilun vel cümlətu fi məhəllə cəzmin fi'lu şart. İleyhi ilə harfu cer vel ha damir muttasil məbniun aləl kəsri fi məhəllə cerrin vel cer mecrur mutaalliqan bi isteta' fiiliyle mutaalliqdir. Səbilen məf'ul bihi mənsubun və aləmətə nasbihi el-fəthə və cavab şərt məhsufun. Yəni bunun cavab şərti düşüb. Niyə? Dəll aleyhi mə qabləhu. Ey in isteta'də fə hüccə. Yəni istəsən, bacarsan, nədir? Həcc et. Yəni cavab şərti məhsufdur, düşüb. Qalə aydındır bu. Sadaqda bu da aydındır. Sadəcə burasında bu cümlətül feilə fi məhəlli nas məqule qovuldu, yəni qaləyə görə. Sonra acibnə əlfə və hərf atf acibə feili adı madin məbniun alə sukun ittisalihi bina fa'ilin. Yəni bu fail nısı birləşdiyinə görə fəilinə yəni cəm nunu birləşdiyinə görə və nəun damir məbniun alə sukun fi məhəllə rəfə faildir. Ləhu اللام حرف جر والهاء ضمير مبني على الضم في محل جر يسأله يسأل فعل مضارع مرفوع علامة رفعه الضمة ظاهرة على آخره والفاعل مستتر جوازا تقديره هو orada olmalıdır. والهاء ضمير متصل مبني على الضم في محل نصب مفعول به ويصدقه الواو حرف عطف يصدق فعل مضارع مرفوع علامة رفعه الضمة الظاهرة على آخره والفاعل مستتر جوازا تقديره هو والهاء ضمير متصل مبني على الضم في محل نصب مفعول به قال فأخبرني الفاء حرف عطف أخبر فعل الأمر مبني على السكون والنون burada şey yani nun lil vüqayədir, qoruyucudur ki, yəni feili onu birləşdirib ki, yəni bu kəsrə, yəni başqa hərəkələr yəni burada sukunla bitməsinə görə bunu nədən qoruyur? Kəsrə hərəkəsindən qoruyur.
fəxbirini ilə belə bir şeylər olmasın deyənə. Həmçinin də feillə faili, feili ayırmaq üçün də bu nədir bu? Nun viqaya rol oynayır. والياء ضمير متكلم مبني على السكون في محل نصب ومفعول به. Aynı harfu cerdi el iman burada imana keçdi. Yine hədsə baxaq. Baxın. Bəxbini anil iman. Aydındır. Qalə tu'minu billahi və mələikətihi və kutubihi. Bunları nəzərdə tutun. Yəni bunları irabından gedir söhbət. El-iman ism mecrur yani anil imani. Ve alametu cerrihi el-kesre vel cer mecrur mutalliqani bi akhbirni ile mutalliqdir. Ve cümletu fe akhbirni bu hamısı fi mehalli nasbdır. Niye? Məqul qovuldur. Niye? Qalədən sonra gəlir. Və qalənin də irabı önündə keçib. Yəni subiqə irabı. En tu'mina en mastariyədir. Tu'mina fiil mudari mensubun bi en ile nasbdır. Ve alametu nasbihel fethe vel fail yani burada hanı fail mustatirdir. Nedir orada? Vücuben takdiruhu entedir. Vel cümle fiiliye yani bu muavveldir. Bir master. Master muavvel sayılır. Yu'rabu haberan lil mübtedai. Mahsufun feyakunu takdirleriniz olsa el imanu imanuka. El imanu imanuka aydındır. Burada iman sözü yox idi. Elə bil ki, xəbərdir, düşmüş mübtəda üçün. Yəni burada iman sözü düşüb. Yəni iman haqqında sual verir. Aydındır, baxaq hədisə baxın. Deyir ki, iman nədir? Aydındır. Sən necə deməlisən? Deyirsən ki, əl-iman huva ən tu'mina. Yəni təzədən mübtədanı gətirməlisən də. Əl-iman imanuka, yəni tu'minəni necə biz aça bilərik? Açıq bəstər kimi. İmanuka. Aydındır. Yəni əfələ ifhaldir da. Əfələ ifhal. Əmənə iman. Əfələ ifhaluka. Yəni iman bu da xəbəridir. İndi onu deyir ki, burada həmin bu muavval imanuka sözü ən tu'minə xəbərdir. Nəyin xəbəridir? Mübtədanın. Hanı mübtəda? Deyir, məhsufun, düşmüş mübtədanın. Onda təqdirdə necə olur? Təqdirdə olur əl-imanu, yəni bu düşmüş mübtədanı bizə çıxartdı müəllif. İmanuka. İman sənin iman gətirməyindir. Nəyə? Bir deyir. Nəyə? Billahi. İndi bu niyə cər məcrurdur? Bəyə görə hərf-i cərdir. Allahi məcrurun və aləmətü cərihəl kəsrə. İndi cər məcrur nə etməliyik? Mütəlliq eləməliyik axı. Mütəlliqəni bit-tu'min. Aydındır? Yəni feillə mütəlliqdir. Sonra və mələikətihi olacaq bu. Çünki burada bəyə görə əl-vav harfi atıfdır və mələikə ismi məcrun və aləmətü cərrihi əl-kəsrə və huvə mudafdır. Özü mudafdır mələik sözün. Çünki mudaf lehiti var bunun. El-havu damir muttasil mebni alə sukun fi məhəlli cər mudafun ileyhi. Və kutubihi və rusulihi tuğrabani i'rabə mələikəti, yəni bunun kimi i'rab olunur. Vəl-yevm el-vav harfu atıfdır. El-yevm ismi məftufun alə Allahi məcrurun və aləmətu cərrihi el-kəsrə. Yəni vəl-yevmi el-əxir. Vəl-yevmul əxir sifətun nəyin sifətidir? Li-yevmin məcrurin. Li-yevmi məcrurin mislihə. Yəni eyni yevmə sifəti olub deyənə bu da onun nədir? İrabını daşımalıdır. Sonra və tu'min. Əl-vav harfu atıfdır. Tu'min yəni sübiqə irabı həm bil-qadari. Əl-bə harfu cərrin. Əl-qadar ismu məcrun və ləmətul cərrihə əl-kəsrə vəl-cər məcrun mütaliqani bi-tu'min. Tu'mindən mütaliqdir. Yaxşı, indi bu nədir? Xeyrihi. Niyə xeyrihi oldu ki? Axı onların arasında atf hərfi yoxdur, baxın. Diqqətli olun, qardaşlar, bax. Bil-qadari demədi, və xeyrihi və şərrihi. Və şərrihi aydın. Bu şər vaba görə atf olunub, cərə düşəcək bil-qadara. Bəs bu niyə düşdü? Cərə niyə düşdü? Nə xeyr bunun nədir? Sifəti deyil. Hə? Baxın. Bədəl. Bədəl imiş. Aydındır.
Bə'du min kulli növüdəndir bədəlin. Yəni minəl qadar. Məcrurun, yəni bədəli minəl qadar, qadarın yəni bədəlidir. Məcrurun və aləmətu cərrihi əl-kəsrə və huvə mudafun vəl hə damir munfasil məbni alə sukun fi məhəlli cərri mudafun ileyhidir. Sonra və şərrihi bu aydındır. Əl-vav hərf-i atfdır. Şərrih sonra bu irabə xeyrihi kimidir? Onun irabə. Qalə sadaqda subq irabuhə. Qalə fə əxbirni subq irabuhə bunların önündə keçib. Ən tə'budə. Ən məstəriyyədir. Neyniyir? Bu ən tənsubul feylə mudari. Sonra ta'bud fi'lu mudari mənsubun bi ən ilə nasba düşüb. Və aləmətə nasbə el-fəthətə zahirət alə axirih və el-fəil damir müstətir vücuban təqdiruhu əntə. Və cümlət ən ta'bud muavvəldir. Bir məstər. Yuğrabu xəbərə. Xəbərdir. Nəyə? Mübtədanı. Hanı mübtəda? Məhsuf. Təqdirdə nəymiş? Əl-ihsanu ibadətullahidir. Kənnəkə tərə. Aydındır. Artıq bu İrab ihsan məsələsindən keçib də ən təbudallaha. Kənnəkə tərə. Yəni əl-ihsan, deyir ihsan haqqında şey ver, məlumat ver, deyir ki, əl-ihsan, yəni mübtəda düşüb də, nədir? Ən təbuda. Ən təbudanda biz açsaq, məstər kimi ibadətullahi olacaq da, ibadətullah. Allah ləfz-ü cələlə məfulun bihi. Mənsubun və ələmətə nasbihi əl-fəthə zahirə alə əxiri. Kəənnəkə, kəənnə hərfu təşbihin neyniyir bu? Tə'məlu əmələ innə. İnnənin ahvatlarıdır da. Tənsubul mübtədə və tərfəl xəbər. Vəl-kəf damir muttasil məbnun əl-fəthi fi məhəllə nasbin ismu kən. Tərahu. Təra fi'lu mudar mərfu bi dammə muqaddərə mən'a min zuhurihə təazzurr. Yəni bunun damməsi çıxmır. Tərahu alınmır. والفاعل مستتر وجوبا تقديره أنت والهاء ضمير متصل مبني على الضم في محل نصب مفعول به والجملة الفعلية في محل رفع خبر كأن كأن خبر. فإن لم تكن ترى الفاء زائدة لازمة ويجوز كونها استئنافية demək olar. İn ədətu şart. Axı görə indi hansı tərəfə? Hansı cümlədəyik? Bax burada. Fə in ləm təkun tərahu fə innəhu yarak. Aydındır, yəni bu hissədəyik. İn ədətu şart cəzmə. Ləm harfu nəfdi və cəzmindir və qalbindir. Həm nəf edir, həm cəzmidir, həm də qalb nədir? Mənanı keçmiş aparır. Təkun fi'lu mudari məczumun bi ləm. Ləm ilə cəzmə düşür. Və aləmətü cəzmihə sukun. Deməli, hərfəl mübtədə və yansibu əl-xəbər. Və ismuhə damiru mustatir vücubən təqdiru əntə. Tərahu fi'lu mudari mərfu aləmətü raf'i dammə muqaddərə mən'a min zuhurihə təazzur. Vəl-hə damir munfasil məbniyun alə-dammi fi məhəlli nasbı məfulun bihidir. Və cümlə fi məhəlli nasbı xəbər kənə təkun. Baxın qardaşlar. Təkunu görürük də burada. Kənədir də. Bunun ismi və nəyi olmalıdır? Xəbəri olmalıdır. İsmi əntədir, gizlənib. Damir müstatirdir. Əntə. Bəs xəbəri hanı? Bu cümlə hamısı tərahu və innəhu yarak. Yəni bu hamısı deyir. Başa düşün bunu. Bu cümlə deyir. Fi məhəlli nasb. Hamısı. Niyə? Xəbəru kənədir. Hanı kənədir? Təkun. Həmin təkun ki var, onun xəbəridir. Fə innəhu yarak əl-fəu vaqiətun fi cavab şərtdir. Çünki cavab şərtlərdə deyirik də, bəzən fə olmalıdır, bəzən olmamalıdır. Bu da olan məqamlardandır. İnnəhu, innə hərfu tevkidin və nasbin, əl-hə damir muttasil məbniyun alə-dammi fi məhəlli nasb ismu innə. Yəni bu neymiş? İnnənin ismi. Yarak, yara, fi'lu mudari mərfu bi-dammə muqaddərə mən'a min zuhuri təazzur.
zuhuriha yani dammanın zuhur olması. Vel fail damir mustatir cevazı takdiruhu huwa olmalıdır. El kaf yani buradaki kı damirun mebniun alel fethi fi mahalli nasbin mef'ulun bihidir. Vel cümle fi mahalli raf habarı inne. Ve bu hamsı innenin haberidir. Yaraka yani. Bu cümle fiil failisi hamsı bir yerde innenin haberidir. Hadi kaldık. Ha. Ve cümle e, burada en tavudadır arkadaşlar. Bu şəddə səhv düşüb. Bunu düzəldərsiniz. Yani bu en tavuda baxaq. Bax bunu deyir. Yani bunlar e, hamısı neymiş? Məbədaha fi məhəlli nasbdır. Niyə? Məqul qovlu olduğu için. Qalədən sonra gəlir də. Sonra qale فأخبرنا الفاء حرف عطف أخبر فعل أمر مبني على السكون والنون للوقاية الياء ضمير متصل مبني على السكون في محل نصب مفعول به عن الساعة عن حرف جر الساعة مجرور ولم تجره الكسرة ظاهرة على آخره والجر مجرور متعلقان بأخبارهما قال فعل ماضي مبني على فتح والفاعل مستتر جوازا تقديره هو ما المسؤول hansı cümlədir bu? Ki, qalə mə el-məs'ulu anhə bi'a'ləmə min əs-səil. Burada səhifə 2 gedir. 80, 81, 82 yəqin olur. Səhifə baxarıq sonra. Yaxşı, deməli, mə burada hicaziyyə, yəni leysə mənasındadır. Təməl əmələ leysə neyinir ki? Tərfəül mübtədə və tansib əl-xabar. المسؤول اسم ما معنى مرفوع على مترفه الضمة ظاهرة على آخره يعني الديل ليس المسؤول عنها حرف الجر والهاء ضمير متصل مبني على السكون في محل الجر والجر والمجرور متعلقان بالمسؤول بأعلم الباء حرف الجر زائدة yani bildiğimiz kimi leysanın bəsi o zəydədir. Yəni bənin öz mənasında deyil. زائدة واقعة في خبر مa'nın xəbərində işləndi. A'lama mecrurun lafzan mensubun mahallen. Aydındır. Ki baxın bir a'lama. Sən daş edirsən harda qaldı burada? Bir a'lamin güya ki desən, ha? Amma nasbın yerindədir. Niyə nasbın yerində olmalıdır ki? Çünki leysənin nədir? Müftədası, yəni ismi rafda olur, xəbəri isə nasbda olur da ona görə. Vel harekatu zahiratu aleyhi harekatu cer ve curra bil fetha. Amma biz nə edirik? Onun deyir zahiri hərəkəti nədir? Harekatu cer. Amma curra bil fetha. Fəthi ilə cer olunur. Niyə? Lənnəhu məmnun minəs sarf. Yəni bir əqlə min deyə bilmirik. Bir əqlə mə. Amma yenə də deyirsən ki, cərdədir. Cərin ləfsi cəhətdən cərdədir. Cərin əlaməti fəthədir. Niyabətin nə? Kəsrə. Niyə? Məmnun minəs sarfdır. Amma umumən fi məhəlli nasbdadır. Yaxşı, fi məhəlli nasbda nəyə düşdü? Leysə mənasında olduğuna görə. Bu məhicəzi olduğuna görə. Sonra məmnun minəs sarfdır. Lil vasfiyyə və vazni əf'alə vəznindədir. Və vazni əf'alə. Var vəsfə görə şey, nədir? Əf'alə, ismi tafdil, var müqayisəyə görə. Bu da yəni bizim mövzumuz bu deyil. Sadəcə xatırlatdım ki, yəni bunlar da bölünürdü bilgisayara. Sonra min harfu cer, es-sail ismu mecrur ve alametu cerrihi el-kesretu zahiratu ala ahirihi. Vel cer mecrur mutalikan bi a'lama. Qala fi'lu madi mabni ala al-fath wal fa'il damir mustatir cevaz takdiruhu huwa fa akhbirni
bunlar eynidir götürdüğü burada. An emaratiha an harfu cer emarat ismu mecrur ve alametu cer el kesr ve huve mudaf vel ha damir muttasil mabni ala sukun fi mahalli cer mudafun ileyhi vel cümletu fi mahalli nasb maqulu qavlu qalanin maqulu qavlu diyene hamısı bir yerde nasbdadır. Fi mahalli nasbdadır. Qaledə nədir? Fi'lu madi mabni ala fəthi vel fa'il mustatir cevazən təqdiru huve. Ən masdariyyədir. Burada nə ən var? Baxaq. أن تلد الأمة ربتها وأن ترى الحفاة عراة آلات yani bunlardan anlaşılacak. Masteriye nedir? Tansubul fiil. Fiili nasb edir. تلد فعل مضارع منصوب وعلامة نصبه الفتحة الظاهرة على آخره والمصدر مؤول أن تلد خبر للمبتدأ mübtedanın xəbəridir. Müqaddar təqdiruhu əməra deməli əməratuhə baxaq burada təqdir necə getmək olar? Yəni əməratuhə onun əlamətləri artıq bir dənə mübtəda qoyursan, on deyir də, yəni təqdirdədir. Əmaratu deməli vilayətin əməti. Aydındır? Rabbətəhə. Elə ki sanki bu cümlə nədir? Xəbər olacaq. Bu da mübtəda olacaq. Aydındır? Bu xəbər, bu da mübtəda. Yəni bu cürdür güya ki. Sonra və ən tərə. Əl-vav harfu atf ən məsdəriyyə tənsubul fe'l mudari. Tərə fe'l mudari mərfuun damma muqaddara mən'a min zuhuriha təazür. Yəni fəthə üzə çıxır. Vel fa'il mustatir vucuban təqdiruhu ente. Vel bu cümlə hamısı yenə tuavvel yozulur. Məsdər muvval kimi götürür. Məhtufun alə əntəlidə. Əntəlidiyə atf edərik. Əl-hufat. Əl-hufətə. مفعول به منصوب علامة النصب الفتح ظاهرة على آخره. الأورات صفة للهفاة bunun sıfatıymış. Mansubetun ve alamete nasbihi el fethe zahire. Sonra bakın. El hufate, el urate, el alete, ri'a, el şai. Aydındır bunlar. Ri'a sıfatun saniyetun mansubetun. Ve hiye mudaf. Şa mudafun leyhi mecrun ve alametu carihi el kesre. Sonra geldi. Yetetavvaluna fil bunyan. فعل مضارع مرفوع علامة رفعه ثبوت النون والواو ضمير متصل مبني على السكون في محل رفع فاعل والجملة يتطاولون في محل نصب مفعولا ثانيا ikinci məfuldur على اعتبار أن رأى ترى nədir? İlmiyə. Çünki bilirik ki ra'a var basariyə və qalbiyyə yəni zehinlə, elmlə olanlar iki dənə məful gətirir. Amma gözlə baxanda, göz basarıya isə bir məful gətirir. Baxın qardaşlar. Deməli, təra sənin bilməyindir. Nəyin bilməyindir? Bu birinci məfuldur bunlar. Şimdi bunlar bir-birinin sifətidir, o heç. Yəni bu birinci məfuldur, ikinci məfuldur, yetetavvalunadır. Fi məhəlli nasb. Aydındır? Yaxşı, harada qaldıq? Sonra yəcuz irabı hələn. Bəzilərə görə hal kimi deyə bilərsən. Alə etibari ənəhə basariyə. Əgər rə'əni basariyə kimi götürsən, ki, həqiqətən gözlə görəcəksən o əlamətləri, bir var sənin bilməyin, səndə olan məlumat, hə? Misal üçün də ələm tərə keyfi fəalə rabbuka və əshabil fil. Orada Muhammed sallallahu əleyhi və səlləm Allah'a müraciət edəndə, yəni o qalbiyyədir. Yəni elmiyyədir. Rasulullah sallallahu əleyhi və səlləm fil hadisəsini görməmişdi, basariyə deyil, gözlə görməmişdi. Burada da yəni əgər basariyə götürsən, tutaq ki, yəni gözlə görəsən o əlamətləri, onda sən yetedavvalunə hal kimi götürürsən. Yəni onları bu vəziyyətdə belə görəcəksən. Fil bunyan. Fi harfu cer, el bunyan ismu mecrur nefidir, mutaliqidir bi yetetavvaluna ve alametu cerhel kesre vel cümletu fil bunyan fi mehalli nasbdır. Niye? Hal mined damir yetetavvalunaya. Aydındır. Yəni fil bunyan nədir? Şibhü cümlədir.
Hə? Şibhi cümlə ya mütəlliqdir, ya da haldır da. Aydındır. Deyir ki, fi məhəlli nasbdır. Maraqlıdır. Niyə? Çünki deyir haldır. Hə? Hal və sahibi hal hanı? Burada bax vavdır. Bir damir nədir? Min damirin. Yəni sahibi hal burada vavdır. Onda yəni fil bunyan haldır nəyin? Bax bu vavın. ثم حرف عطف انطلق فعل ماضي مبني على الفتح والفاعل مستتر جوازا تقديره هو فلبث hara çatdıq? İntəli fəlebithu. Hə, fəlebithu məliyə thumma qalə li buradayıq. Fələbisə əl-fə harfu atfdır. Thumma harfu atf qalə fi'lu ثم حرف عطف أيضا قال فعل ماضي مبني على الفتح والفاعل مستتر جواز تقديره هو يا عمر يا حرف نداء مبني على السكون Ömer münadi aləmdir, mufraddır. Hə? Ona görə nə olur? Məbniyun alə damme fi məhəlli nasb. Ətədri əl-həmzə lil istifham. Yəni bunu deyir. Tədri fi'lu mudari mərfuun bi dammət müqəddərətə mən'a min zuhurihə təazzüf. والفعل ضمير مستتر وجوبا تقديره أنت من السائل من اسم استفهام مبني على السكون في محل رفع mübtədadır. Mübtədadır. Min yox, üzr istəyirəm, məndir bu. Hə, Allah razı olsun. Hatırlatdım. Məndir burada, mən səildir. Çünki baxıram ki, bu necə mübtəda olur. Mən ism istifhamdır, məbni alə sukun fi məhəllə raf, yəni bu mübtəda dedik buna. Əs-səil xəbər. Mən əs-səil. Mərfuun aləmət rafi dammə. Və cümlətül mübtəda vəl xəbər, bu ikisi bir yerdə, yəni mən əs-səil fi məhəlli nasbdır. Fi məhəlli nasbdır. Yaxşı. Ətədri mən əs-səil. Hə? Qultu Allahu və Rasuluhu. Fikir ver, indi bu niyə? Bu mübtəda xəbər fi məhəlli nasb. Hə? Deyir, sən bilirsənmi? Tanıdın mı? Nəyi tanıdın? Filan kəsi. Yəni, məni səili tanıdın mı? Aydındır. Bir məhəlli nasbdır. Səddəd məsəddə məfuley. Dəra. Tədri. Nə deməkdir o, qardaşlar? Yəni, bu dəra feili iki dənə məful gətirməlidir. Hə? Amma mən səl cümləsi səddə məsəddə olur. İki məfulun önünü kəsir. Yəni, dolayısıyla desək, kifayətdir. Artıq tədrinin gözü doyub. Bu mübtəda xəbər ona bəs eləyir ki, məna tamamlansın. Səddə məsəddə, yəni artıq ona iki dənə məful verilməsinin önü kəsilib, ona mane olunur. Niyə? Məna tamamlanıb ona görə. Səddə məsəddə mənası budur, qardaşlar. Ki, yəni xəbərin önün kəsib, mübtədanın önün kəsib. Yəni kifayət eləyib. Ki, məni səil tədri ilə cümlə bitmiş fikir olsun. Qultu qalə feilidir. Yəni qalə feil məbni alə sukun ihtisali bittə birləşib ona əl-fail hansı ki faildir. Və təu damir muttasil məbni alə dammi fi məhəllə rafdı faildir. Allah lafzu cələlə mübtədadır. Mərfu aləmətun rafıhi dammə vəl-vav. Qultu Allahu və Rasuluhu ə'lamu. Bundan danışır. Rasuluhu. Rasul ma'tufun alallahi merfu ve alem tarafı damme. Ve huve mudaftı. Elha damir muttasil mabniyun ala damme fi mahalli carin mudafın lehti. A'lem. Haberu merfuun. Haberdi merfudu ve alamet rafihi dammeti zahirede ala ahirihi. Gale fiilu madu mabniyun ala fethi. El-fail damir mustatil cevazın tekdiruhu huve fe innehu artık hareketi fe innehu Cibril etâkum yuallimukum dinakum. Yani burada. İnnehu fe harfu istinaf. İn harfu tevkid. İnne yani. Ve nasbdı. Elha yani innehu. Burada ona göre harfu tevkid diyor.
الهاء ضمير متصل مبني على الضمة في محل نصب اسمه إن. جبريل خبر إن مرفوع وعلامة رفعه الضمة ظاهرة. أتاكم أتى فعل ماضي مبني على الفتح مقدر منع من ظهورها تعذر. والفاعل مستتر جوازا تقديره هو الكاف. أتاكم معلوم دينكم ها burada kılardan naşır أتاكم. الكاف ضمير متصل مبني على الضمة في محل نصب مفعول أول. الميم علامة الجمع الذكور. Yani oradaki kum, oradaki əsas məsələ kəftədir. Mimdə deyil. Mim sadəcə cəmi bildirir. Dinukumda nə idi? Dinakum. Din məhfulü thani, yəni dinakum. منصوب وعلامة نصبه الفتحة وهو مضاف. الكاف ضمير متصل مبني على الضم في محل جر بالإضافة. سبحانك اللهم وبحمدك أشهد أن لا إله إلا أنت أستغفرك وأتوب إليك.